Səhifə 97-də bərabərsizlik birinci bölməsi. Birinci testdə bizə deyir ki, x, y hasilini tapın. Hasil tapanda alt-alta vururuq. Birinci sual test köçürüm. X kiçik bərabərdir 7-dən, böyük bərabərdir 5-dən. Y kiçik bərabərdir 6-dan, böyük bərabərdir 3-dən. Biz x vurulsun y-i tapırıqsa, yəni bunu buna vururuqsa, kiçik bərabərdir qoyuram, 7-ni 6-ya vururam, 42. Böyük bərabərdir qoyuram, 5-i 3-ə vururam, 15. 2 qat bərabərsi olduğuna görə mürtəzə qapalı olur, 15, 42 olur variant. Və salam. O da cavab olacaq Y bəndi. Keçək indi ikinci sualı. İkinci sual şifahi sualdır. Olarsa ifadələrdən hansının qiyməti ən böyük olar? Bu testi adətən belə şifahi də işləmək olar, yerinə rəqəm də qoymaq olar. Adətən 5 dənə variantdan ən böyük dediyinə görə 4-ü mənfi olur, bir dənəsi müsbət olur. Müsbət olanda məsələn A mənfidirsə 5 çıx A mənfi olar, A çıx 5 müsbət olar. Burada cavabı mən baxan kimi görürəm ki, A bəndidir. Çünki burada 5 çıxılsın A müsbəti verəcək. A da B də mənfi olduğuna görə A vur B də müsbəti verəcək. Amma tutaq ki, bu misal işləmək üçün əvvəlcə səliqəli formada bir-bir yoxlaya bilərik. A da 0-dan kiçik, B də 0-dan kiçikdirsə, hər birinin yerinə rəqəm qoyursunuz. Məsələn, A-nın yerinə mənfi 2 qoyuram, B-nin yerinə mənfi 3 qoyuram. Çalışın hər zaman xırda rəqəmlərdən, balaca rəqəmlərdən istifadə, hesablama rahat olsun deyə. Bərabər də qoyuram. A-nın yerinə qoyuram mənfi 2. Mənfi müsbəti verir də, yəni 5 üstə gəlinsin 2, 7-ni verir. Yuxarı A vur B, yəni mənfi 2-ni vururam mənfi 3-ə, müsbət 6. Üstə 9 gəlsəm 15. Görürsünüzmü, burada cavab müsbətlərdir. Digər variantlarda mənfi eləyəcək. Məsələn, B-də yoxlayaq. A vurulsun B, mənfi 2-ni mənfi 3-ə vururam. Cavab bilir müsbət 6. Aşağı düşürəm. B çıxılsın 5. Yəni B mənfi 3 deyil. Mənfi 3-dən 5 çıxsa mənfi 8 eləyir. Cavab mənfi elədir. Məsələn, C bəndinə baxaq. A üstə gəlsin B-dir. Mənfi 2-nin üzərinə mənfi 3 gəlsə mənfi 5 edər. Aşağıda 5 çıxılsın B-dir. B-də mənfi 3-dür. Yenə mənfi müsbəti verdiyinə görə 5 üstə gəlir 8-i verir. Görürsünüzmü? B bəndinin cavab mənfidir. C bəndinin cavab mənfidir. Burada cavab bir dənə nə olacaq? A bəndi olacaq müsbət olan. Ən böyüyü ona görə müsbət olduğunu o götürülür. Üçüncü sualda da bizə deyir ki, hansı ifadənin qiyməti ən kiçikdir? Bunu baxan kimi də tutmaq olar. Bir-bir yoxlaya bilərsiniz. Ən kiçikdir deyil. Adətən bu tip bərabərsiz misallarında da ki, hamısı müsbət eləyəcək, bir dənəsi mənfi eləyəcək. Rəqəm də qoyub götürə bilərsiniz. Məsələn, A 0-dan böyükdür. Tutaq ki, A-nın yerinə 2 qoyaq. B 0-dan kiçikdir, yəni mənfi ədəddir. Mənfi 3 qoyuram. A variantında qoyuram yerinə. Mənfi 3-dür də. 5 üstə gəl 3 olur 8. 2-ni də mənfi 3-ə vursam mənfi 6. Bu mənfi kəsirlədir. İndi digərlərinə baxaq. Məsələn, yenə A ilə B bəndi ilə C bəndi yoxlayacağım. Digərlər bu qayda ilə gedir. A vur B-dir. Yəni 2-ni vururam mənfi 3-ə. O da bizə verir mənfi 6-nı. B çıxılsın 3 deyək. B də mənfi 3-dür. Mənfi 3, mənfi 3 nəyi verir? Mənfi 6-nı. Mənfi 6-nı da mənfi 6-ya bölsən 1. Müsbət ədəd elədir. Burada A çıxılsın B-dir. Yəni mənfi 3-dür. A da 2-dir. Bu da olur 2 üstə gəlinsin 3. Yəni 5. 1 çıxılsın B-dir. B-də mənfi 3-dür. O da 1 üstə gəlinsin 3, 4-ü verir. Görürsünüzmü? C bəndi müsbət 4-də 5-dir. B bəndi müsbət 1-dir. A bəndi nədir? Mənfidir. Ona görə içində ən kiçiyi bu olacaq. Yəni bir də D bəndi ilə Y bəndi yoxlamıram. Onlar da belə deyərdim sizə müsbəti verəcəklər. Bir dənə mənfi A bəndi olacaq. İndi 4-cü suala baxaq. Bizə deyir ki, nəyə tapmalıyıq? 2B bölünsün A-nı tapın deyir. Birinci sualda bərabərsizlərin hasilidir. Alt-alta vurduq. Amma nisbəti ilə, vurma ilə toplamada alt-alta hesablayırsınız. Amma çıxma ilə bölmədə çarpaz hesablayırsınız. Bir dənə bu tərəfdən köçürün, daha yaxşı görəsiniz deyə. A kiçikdir 5-dən, böyükdür 2-dən. B kiçikdir 3-dən, böyükdür 0-dan. Bizə nəyə tapın deyir? 2B bölünsün A-nı tapın deyir. Əvvəlcə 2B-ni tapaq. Burada B-dir. 2B olmaq üçün bunu 2-yə vururamsa, 2 qat bərabərsizdir axı. Hər tərəfi 2-yə vurmalıyım.
Onda necə olacaq? 0'ı 2'ye vuram. 0 kiçikdir 2b'dən, o da kiçikdir 6'dan. Bu oldu 2b. Aşağı a yazıram. A kiçikdir 5'dən, böyükdür 2'dən. Yazdık mı? İndi diqqətlə baxın. 2b bölünsün a-na tapanda çarpaz hesablayırıq. Amma çarpaz necə? Bax bura 0 bölünsün 5 yazırıq. Yəni bunu baxın, qırmızı ilə işarə edirəm. Bunu buna bölürəm. Sorumlarımda digər 6 bölünsün 2'ni isə bu tərəfdən yazacağım. Yəni 6 bölünsün 2. 0'ı 5'e bölsəm 0 kiçikdir 2b bölünsün a. O da kiçikdir 6'dan 2'ye bölürəm 3. Cavab olacaq hansı bənd? 4-cü testdə A bəndi. İndi 5-ci suala baxaq. 5-ci sual şifahi testi. Hansı təklif doğru deyil? Dərs izahında əslində bu qeyd olunubdur. Necə? A bəndində A çıxılsın B böyükdür 0 olarsa A böyükdür B olar. Yəni siz adi bunu həll edirsiniz. Həll eləyən əgər bu alınırsa deməli doğrudur. Baxaq. A çıxılsın B böyükdür 0'dandır. Mənfi B müsbət B kimi keçir. A böyükdür B. Eynisini aldım mı? Deməli A bəndi doğrudur. İndi B bəndinə baxıram. A böyükdür B və C kiçikdir C. Kiçikdir olmağın mənası, yəni C mənfidir. Uşaqlar yadınızda qalsın. Bərabərsizliyin, yəni bu bərabərsizlik sayılır. Bərabərsizliyin hər iki tərəfini mənfiyə vursaz və ya bölsəz, bərabərsizlik işarəsi dəyişməlidir. Yəni burada hər iki tərəfi nəyə bölüblər? C-yə. Əgər mənfiyə bölürsünüzsə işarə əksinə dəyişməliydi. Yəni olmalıydı kiçikdir. Axı burada böyükdürdü. Onu burada əksinə dəyişib kiçikdir olmalı. Dəyişməyib. Deməli yanlış olan variant budur. Digər məsələn C bəndinə baxaq. Ümumiyyətlə A kvadratı özü təkliyində müsbət bir ifadədir. Yəni A kvadratı ümumiyyətlə ən kiçik hansı qiymət ala bilər? 0 ala bilər və müsbətlər ala bilər. Ən kiçik 0'ı alsa belə 0'ın üstə 1 gəlsən 1 eləyəcək. Yəni 0'dan böyük bir rəqəm eləyəcək. Əlbəttə doğru olur. D bəndinə baxaq. Ümumiyyətlə A kiçikdir B-dir. Belə bir bərabərsizlik veriblər. Sonra bunların hər iki tərəfinə C-ni əlavə ediblər. Uşaqlar, bir də deyirəm, vurmada, bölmədə müsbətə vurub bölürsünüzsə işarə olduğu kimi qalır. Mənfiyə vurub bölürsünüzsə işarə əksinə dəyişir. Amma D bəndini əlavə ediblər. Hər iki tərəfə üstə gəl C yazsam və ya çıx C yazsam işarə dəyişməməlidir. Ona görə bu da doğrudur. İndi baxaq Y bəndinə. Bərabərsizliyin hər iki tərəfini A kiçikdir B verib və C kiçikdir 0 verib. Yəni C mənfi olduğu qeyd olunubdur. Onun ki, hər iki tərəfi mənfiyə vuramsa işarə dəyişməlidir. Bəli, işarəni dəyişdiriblər. Ona görə Y bəndi doğrudur. Səhv olan bənd B variantıdır. 6-cı testə baxaq. Hansı təklif doğru deyil? Hansı təklif doğru deyil? Tutaq ki, baxaq A bəndinə. A bərabərdir B-yə. Burada nə ediblər? Hər ikisinə nə əlavə ediblər? C. Əlbəttə eyni ədədi əlavə eləsələr və ya eyni ədədi çıxsalar yenə bərabər olacaq. Bu çox sadədir. Plus qoyuram. B bəndinə baxaq. A B-yə bərabərdir. B də C-yə bərabərdir. Bu A C-yə bərabər olacaq. Bu da doğru bir ifadədir. Qiymət qoyub da yoxlaya bilərsiniz. Məsələn, yəni qiymət qoyub da yoxlamaq sadəcə çox sadə təhlillərdə deyib, necə deyimsə, doğrudur. Ümumiyyətlə, bu birinci topluda, son C bəndinə keçirəm. Yenə A böyükdür B, B də C-dən böyükdürsə, A böyükdür C-dən. Baxın, A ilə B çox basit deyil. C o qədər basit deyil. Düzdürmü? Düzdür. Ona görə də C-də diqqətli olmaq lazımdır. A B-dən böyükdür. B də C-dən böyük. Rəqəm qoyuq özümüzdən. Məsələn, A B-dən böyükdür. A olsun 3, B olsun 2. 3 2-dən böyükdür. C bəndini yoxlayıram. Və B, yəni 2. Axı, B-nin yerinə 2 qoymuşam. 2 də böyükdür C-dən. 2 nədən böyük ola bilər? 1-dən. Deməli, A-nın yerini 3 qoyanda ödəyir. B-nin yerini 2 qoyanda, C-nin də yerini 1 qoyanda ödədi. Bu zaman deyir, A böyükdür C olur. A 3-ün yerində durur, C 1-in yerində durur. Həqiqətən də 3 1-dən böyükdür. Əlbəttə, onda C bəndi doğrudur. İndi baxaq D bəndinə. A böyükdür 0-dan. C fərqlidir 0 isə, baxın, D bəndi qeyri-müəyyəndir. Niyə?
burada C'nin sıfırdan kiçik olduğu qeyd olunubdur. 5-ci sual biz bundan təkrar istifadə edirik bir neçə yerdə. Burada yanlışdır. Məsələn, əgər C sıfırdan böyük olsaydı bu doğruydu. C sıfırdan kiçik olsaydı bu yanlış idi. Yəni sıfırdan fərqli istənilən qiymətində bu ödənmir axı. Müsbət olsa ödənir, mənfi olsa ödənmir. Qeyri-dəqiq olduğuna görə yanlışı bunu götürürük. Yəni D bəndi olacaq cavab. E bəndini desək necə olar? A böyükdür B-dən. C kiçikdir D-dən. İndi bunu da bayaqki kimi qiymət qoya bilərsiniz. Məsələn, 3 böyük olsun 2-dən. Yəni A-nın yerini 3, B-nin yerini 2 qoyduq. C kiçikdir D-dən. Çalışaq fərqli rəqəmlər qoyaq. Məsələn, olsun 7 kiçikdir nədən? Tutaq ki 8-dən. Belə bir rəqəmlər qoyduq da. A-nın yerini 3 düşünürəm, B-nin yerini 2, C-nin yerinə 7, D-nin yerinə 8. A çıxılsın C. Yəni A çıxılsın C olanda 3 çıxılsın 7. Böyükdür. B çıxılsın D-dən. 2 çıxılsın 8-dən. Hesablayaq. Olur mənfi 5 böyükdür mənfi 6-dan. Həqiqətən də mənfi 5 mənfi 6-dan böyükdür. Mənfi ədədlərin müqayisəsində sıfıra daha yaxından daha böyükdür. Onca bu da doğru olur. Səhv variant D bəndi olur. Təklifləri açıq aydın izah elədim. Diqqətlə qulaq assaz başa düşəcəksiniz. Baxaq indi 7-ci sualım. Deyək, baxın, həmişə mən bu 7 tipli suallar necə işləyirəm? Ən rahatı düşünürəm budur. Bax, ifadələrdən hansının qiyməti müsbətdir? Hansının qiyməti müsbətdir? A-nın müsbət olduğu verilib, B-nin mənfi olduğu verilib, C-nin isə müsbət olduğu verilib. B mənfi olduğuna görə altdan qırmızı xətt çəkirəm ki, yadıma düşsün ki, B mənfidir. Tutaq ki, A bəndinə baxaq. A bəndində rəqəm qoyun, məsələn, rəqəm qoya bilərik də. A-nın yerinə 1 qoyaq, B-nin yerinə məsələn, mənfi 2 qoyaq. Altdan qeyd edəcəm. A-nın yerinə 1, B-nin yerinə mənfi 2, C-nin yerinə də olsun, məsələn, 3. Vururam. 1, vur, mənfi 2, vur, 3. Mənfi 6 eləyir. Müsbət deyil. B bəndinə baxaq. A vurulsun B-dir. Yəni 1-i mənfi 2-yə vursa mənfi 2. Bu da müsbət deyil. B vurulsun C var. B vurulsun C olduğuna görə mənfi 2-ni vururam mənfi 3-ə. Mənfi 6. Bu da deyil. Baxın, mən D bəndində adətən misallarda cüt dərəcə neytraldır. Yəni, cüt dərəcə hər zaman müsbəti verirdi. Özümü B üstü 2-ni tapmaqla yormuram. Onu silirəm. A vur C-ni tapıram. 1-i 3-ə vursam 3. Deməli, D bəndi müsbətdir. Burada da B üstü 4, B üstü 2 cüt dərəcədir. Cüt dərəcə isə neytraldır. Yəni, misal təsir göstərəsi deyil. A-nın B-nin yerində nə durursa dursun, dərəcəsi cütsə müsbət verəcək. Qalır mənfi C. C özü 3-dür, mənfi C-də mənfi 3 verəcək. Yəni, mənfi olur. Bizə müsbət istədiyinə görə D bəndi olur. İndi gəlin baxaq 8-ci sual. 8-ci sualda bu cür işləyir. Artıq bunu tez sürətli gedəcəm. A sıfırdan böyükdür 2 qoyuram yerinə. B sıfırdan kiçikdir mənfi 1 qoyuram yerinə. C sıfırdan böyükdür 3 qoyuram yerinə. İndi B vurulsun C. Mənfi 1-i 3-ə vururam mənfi 3. Mənfidir. Bizə müsbəti istəyir. A vurulsun B. 2-ni mənfi 1-ə vururam. Mənfi 2 olmur. A vurulsun B kvadratı. Yəni 2 vurulsun. Burada dedim axı dərəcə cütsə neytraldır. Silərəm onu. A 2-dir. Müsbətdir. Cavab olacaq böyük ehtimalla C. İndi digər variantları da yoxlayaq. Mən hər zaman imtahanda bu tip sualların bütün variantlarını yoxlamağın tərəfdarıyım. Çünki nəsə gözümüzdən qaça bilər. A 2-dir. B mənfi 1-dir. C də 3-dür. O deyəcək mənfi 6. Mənfi elədir. A üstü 2-dir. Dərəcə cütsə neytraldır. Silərəm. B qalır. B də mənfi 1-dir. Mənfidir. Olmur. Cavab sadəcə olacaq C bəndi. İndi keçək 9-cu testə. 9-cu testdə isə hamısının müsbət olduğu qeyd olunubdur. Yəni, müsbətdir. Adətən biz şərtə mənfi olanda diqqət edirik. Müsbət olsa şərtə qoyuruq qırağa. Çünki misalımızda təsir göstərməyəcək. Bizə belə bir bərabərlik verilibdir və müqayisə edin deyir. Adətən bu tip suallarda kəsirin qiymətini 1 düşünün. Kəsirin qiymətini nə düşünürsünüz? 1. Yəni, A-nın yerinə nə qoysam 1 eləyə bilər. Burada A-nın yerinə kəsirin qiyməti 1 olmaq üçün gərək A-nın yerinə mənfi 1 qoyum. Axı, mənfi 1-i mənfi 1-ə bölsəm 1 edir. Amma A müsbətdir. Mənfi 1 qoya bilmərəm. Ona görə də
kəsirlərin qiymətini 1 düşünmürəm. Kəsirlərin qiyməti -1 düşünürəm ki, bərabər olmaq üçün. Məsələn, kəsirin qiyməti olsun -1. -1. Düşünək görüm, A-nın yerinə nə qoysam -1 eləyər. A-nın yerinə 1 qoysam -1 eləyər. Bu kəsirin qiymətində -1 düşünürəm. B-nin yerinə nə qoysam mənfi, yəni 3-ü yalnız -3-ə bölsəm -1 eləyər də. Deməli, B-nin yerində nə durur? 3. Burada yenə kəsirin qiymətini -1 düşünürəm. Yəni C bölünsün -2, yəni 2-ni -2-yə bölsəm -1 eləyər də. Deməli, A-nın yerində 1, B-nin yerində 2, C-nin yerində 3. Adətən azalandan çoxalana doğru düzüldüyünə görə ən kiçiyi A-dır. Sonra gəlir C, sonra gəlir B. O da olur hansı bənd? C bəndi. 9-cu testdə. 10-cu testdə də bir də deyirəm, bu tip suallarda indi baxın şərti bizə nə veriblər? Hər birinin mənfi olduğu qeyd olunubdur. Ona qiymət qoyun nəzərə almalıyıq hər zaman. Baxın, indi bu tip suallarda kəsirlərin qiymətini adətən biz biri götürürük. Sadəcə digər misalda şərtdə A, B isə müsbət olduğuna görə kəsirlərin qiyməti 1 yox, -1 düşündük. İndi bu kəsirin qiymətini 1 düşünürük. Yəni düşünürəm ki, A-ya nə versəm, kəsir 1-ə bərabər olur. Ancaq -2-ni -2-yə bölsəm 1 eləyir. A da 0-dan kiçik olduğuna görə -2 qoya bilərəm. A -2-dir. Bu kəsirin də qiymətini 1 düşünürəm. Yəni -5-i -5-ə bölsəm 1 eləyər də. Çünki B də 0-dan kiçikdir, mənfi qoya bilərəm. Bu kəsirin də qiymətini 1 düşünürəm. -3-ü -3-ə böləndə 1 eləyir. Onun C-nin də yerinə qoyuram -3. Bir də deyirəm, burada şərt mənfi olduğuna görə mənfi qoya bilərəm. Yenə həmişə azalandan artana doğru düzürük. Ən burada kiçik -5-dir. B, sonra gəlir C, sonra gəlir A. Cavab olur nə? B variantı. Baxaq indi 11-ci testdə. 11-ci testdə bizdən hesablamaq lazım olacaq. Artıq 11-ci testdə bizə deyir ki, A üstə gəlinsin B bərabərdir 3. B kiçikdir 7-dən, o da böyükdür -7-dən. Olduqda A-nı qiymətləndirin. Yəni, baxın, 11-ci testdə bir şey diqqət yetirin test işləyəndə. Həmişə variantlı sualdırsa, variantlara göz gəzdirməyin ziyanı yoxdur. Görürsünüzmü, hamısında 2 qat bərabərsin, ortasında duran A-dır. Deməli, mən burada B-ni nə ilə əvəz eləməliyəm? A ilə. Baxaq, bura xət qoyuram. Burada B nəyə bərabərdir? 3 çıxılsın A-ya. İndi gedirəm burada, B-nin yerinə nə yazıram? 3 çıxılsın A. Yəni, -7 kiçikdir. 3 çıxılsın A, o da kiçikdir 7-dən. B-ni nə ilə əvəz edim? 3 çıxılsın A ilə. Bunu 2 qat bərabərsə səliqə ilə həll edirəm. 2 qat bərabərsə o vaxt həll olunub bitir ki, ortadakı məsələn dəyişən axırda A qalsın. Birinci müsbət 3 -3 kimi hər iki tərəfə keçəsidir. Yəni -7 çıx 3 kiçikdir -A, o da kiçikdir 7 çıxılsın 3-dən. -10 kiçikdir -A-dan, o da kiçikdir 4-dən. Əlbəttə, bərabərsə o vaxt işlənib bitir ki, ortada müsbət A alınsın. Ona görə hər tərəfi mənfiyə bölməliyəm. Mənfiyə bölürsünüzsə, bərabərsi işarəsi əksinə dəyişəcək. 10 böyükdür A, böyükdür -4-dən. Unutmayın, 2 qat bərabərsizlik azalandan çox olan doğru düzüldüyünə görə belə yazırıq. -4 kiçikdir A, kiçikdir 10-dan. Vəssalam. Onda olacaq hansı test? -4 kiçikdir A, kiçikdir 10-dan. Cavab olacaq C bəndi. Keçək indi 12-ci test. 12-ci test də eynidir. İndi B-ni qiymətləndirin deyir. Necə qiymətləndirək B-ni? 12-ni bir dənə tez qeyd eləyək. Deməli, A çıxılsın B bərabərdir 4-ə və A kiçikdir 5-dən, böyükdür -5-dən. Xət qoyum, qarışmasın. Deməli, biz buradakı A-nı B ilə əvəz eləməliyik. A nəyə bərabərdir? 4 üstə gəlinsin B-yə. Aparıb A-nın yerinə qoyuram, 4 üstə gəl B qoyuram. Yəni -5 kiçikdir 4 üstə gəlinsin B,
o da kiçikdir 5-dən. Müsbət 4 hər iki tərəfə -4 kimi keçir. Yəni -5 kiçikdir 4-dən, o da kiçikdir b-dən, o da kiçikdir 5 çıxılsın 4-dən. -9 kiçikdir b-dən, o da kiçikdir 1-dən. Bu neçənci sualdır? 12-ci sualdır. -9, 1 aralığı olur A variantı. Elə bir ki, 11-ə baxanda 12 daha rahat gəldi. Çünki 11-də biz əlavə bir də mənfiyə bölmüşdük. Ona görə 12-ci sualda buna ehtiyac qalmadı. Baxırıq 13-cü suala. 13-cü testdə diqqət yetirək 13-cü testdə. Burada bərabərsizlərin cəmidir. Sizə testin öncəsində də qeyd elədim ki, bir vurma əməlində, bir də toplama əməlində 6-6 hesablayırıq. Sadə sualdır, tez işləyək. X kiçikdir 3-dən, böyükdür 2-dən. Sonra da bizə nə deyil? 2y kiçikdir 8-dən, böyükdür 4-dən. Bizə uşaqlar x üstəgəl y-i tap deyir. X-imi bilirəm 2-3 aralığındadır. Amma y-i bilmirəm. Çünki bu 2y-dir. Bunu y olmağını istəyirəmsə 2-yə bölməliyəm. Ona görə hər bir tərəfi nəyə bölürəm? 2-yə. Bunu da 2-yə bölürəm. Bunu da 2-yə bölürəm. Bunu da 2-yə bölürəm. Nə alınacaq onda? 4-ü 2-yə bölürəm. 2 kiçikdir y, o da kiçikdir 4-dən. Əla. Mən indi x üstəgəl y-i tapmalıyam. Kiçikdir qoyuram. Yəni 3-ün üzərinə 4-ü gəlirəm 7, böyükdür. 2-nin üzərinə 2 gəlirəm 4. Nə olacaq 13-cü testdə? 4, 7 aralığı. Cavab olacaq C bəndi. 14-cü testə baxaq. 14-cü testdə bu qayda ilə gedir. Çox basitdir. 3x kiçikdir 6-dan, böyükdür 3-dən. Sonra y-də kiçikdir 5-dən, böyükdür 3-dən. Bizə deyir ki, x üstəgəl y-i tap deyir. Birinci, burada hər tərəfə nəyə bölməliyəm? X-i bilmirəm, çünki bu 3x-dir. Ona görə x olmaq üçün hər tərəfə nəyə bölməliyəm? 3-ə bölməliyəm. Və belə olacaq onda. Bir saniyə. Bunu 3-ə bölsəm 1 kiçikdir x-dən, o da kiçikdir 2-dən. Aldın mı belə? X üstəgəl y tapıramsa, yenə 5-in üstə 2 gəlirəm. 7 kiçikdir 3-ün üstə 1 gəlirəm 4. Nə olur? 4, 7 aralığı 14-cü testə cavab B bəndidir. Baxıram indi 15-ci testə. 15-ci testdə bizə nə deyir? Təkliflər bölməsidir. İşfai testlərdən biridir. A bəndidir cavab. Amma yəni tapmaq əslində rahatdır. Necə tapırsınız cavabı? Tutaq ki, deyim sizə ki, burada bir dənə adama çətinlik yaradan A çıxılsın B-dir. Onu da həll eləyəndə rahat gələcək. Baxın, diqqət yetirin burada. Biz baxan kimi cavabı necə tapdığımı izah edeyim. İndi yavaş-yavaş izah edəcəm. Başa düşəndən sonra özünüzlə sürətli formula hesablayacaqsınız. Bax, bir bura baxın. A vurulsun B 0-dan kiçikdir. Bir də B vurulsun C 0-a bərabərdir. Yəni A vur B 0-dan kiçiksə, deməli nə A, nə B heç biri 0 deyil. B vurulsun C 0-a bərabərdir. Deməli burada B 0-a bərabər deyilsə, C mütləq nəymiş onda? 0 imiş. C hazırdır. C bərabərdir 0-dır. Nə A-nı bilirəm, nə B-ni bilirəm. Bax, bu vara isə vara. A çıxılsın B kiçikdir 0. Bunu hesablayırsan A kiçikdir B-dən. Bizə nə deyirdi? Bax, bizə deyirdi ki, A vurulsun B kiçikdir 0-dan. Bizə bunu verirdi, özü verirdi bunu. Deməli, A kiçikdir B-dən. Mədə 0-dan kiçikdirsə AB hasilidir. Deməli, biri müsbət deyil, biri mənfidir. Əlbəttə, A kiçikdir B-dənsə, müsbət olan böyük olan olacaq. Deməli, onda indi bura təxmini yazmışdıq da, biz biri A müsbət, B mənfidir deyə qeyd etməmişdik. Yəni, biri müsbət, biri mənfidir. Dəqiq deyə bilmərikdə hansı müsbət? Biri müsbət, biri mənfidir. Buradan tuturam hansı müsbət, hansı mənfi olduğunu. Bu mənfi B-ni bura müsbət B kimi keçirdim. A kiçikdir B-dən. Əlbəttə, müsbət böyük olan olacaq. Onda B müsbətdir. A nədir? Mənfi. Mənfi kiçik olacaq müsbətdən. Deməli, A mənfidir, B müsbətdir, C nədir? Bəs 0-dır. C 0-dırsa, C ortada gəlməlidir. Həmişə sən demişəm, azalan sıra ən kiçikdən başlaması. Ən kiçik olacaq mənfi olan A, sonra gəlir C, sonra gəlir B.
Bunu uzatdım, amma yəni özünüz şifahi dişdə bilirsiniz bunu. Ha. İndi baxaq 15-16-cı sual. Yenə 16-cı sual bu prizma ilə gedir. Baxın indi bizə şərt nə verir? Bizə deyir ki, A vurulsun B kiçikdir 0-dan. Deməli, biri müsbətdir, biri mənfidir. İndi hansı müsbətdir, hansı mənfidir bilmədiyimə görə alt-alta B bu cür yazıram. Sonra bizə deyir ki, A çıx B böyükdür 0-dan. Həmişə bu cürlərini həll elə. A böyükdür B olur. A B'dən böyükdür. Yəni, A B'dən böyükdürsə, axı bunların da biri müsbət idi, biri mənfi idi. Deməli, A bu səfər müsbətdir, B mənfidir. Çünki A B'dən böyükdür, yəni müsbət mənfidən böyük olar. A-nı B-ni bildik. Bayaqki kimi yenə BC hasili 0-a bərabərdirsə, deməli B 0-a bərabər ola bilmədiyinə görə, çünki B A vur B 0-dan kiçik idi. Yəni nə A nə B 0 deyildi. B vursaydı 0 idi, demək məcbur C 0-dır. C də bərabərdir 0. Yenə azalandan çoxalanına görə, düzlüyümə görə mənfi ən kiçik olacaq B. Sonra gələcək C, sonra gələcək A. B, C, A. Cavab olur nə? Y variantı. İndi gələk 17-ci suala. Bura kimi əslində, deyirəm, suallar primitivdir. Bir dənə 15-16 uşaqlar adətən səhv edirlər. Bir də təkrar üzərinə gələm. 15-16 əsas məsələ burada buna diqqət edirmək. A çıxılsın B böyükdür 0-dan. Uşağın ağlına gəlməlidir ki, bunu həll edeyim. A böyükdür B qoyum, oradan tapacağım. İndi baxın 17-ci testdə. 17-ci testdə A-nı verib, B-ni verib, C-ni verib, A üstə gəl B, çıx C ifadəsi hansı münasibət doğrudur deyil. Biz 17-ci testi necə işləyəsiyik? Bax, birinci 17-ni test köçürəm bura. A kiçikdir 2-də 1-dən. Vergül qoyuram. B kiçikdir mənfi 3-də 1-dən. Sonra C böyükdür 4-də 1-dən. Uşaqlar, bərabərsizliklər alt-alta toplaya bilməyimiz üçün, çıxa bilməyimiz üçün gərək işarəsi eyni olmalıdır. Amma burada işarələr, yəni A kiçikdir, B kiçikdir, amma C böyükdür. Ona görə biz diqqət etmək lazımdır. Ümumiyyətlə, burada da kiçikdir işarəsi var. Bu bərabərliyə bənzədir. Burada necə idi? A kiçikdir 2-də 1-dən. İndi bunu da bu C hissəsində kiçikdirə gətirmək istəyirəmsə mənfiyə vuracağım hər bir tərəfi. Mənfi C kiçikdir mənfi 4-də 1-dən. Bərabərsizliyin hər iki tərəfini mənfiyə vuranda işarə əksinə dəyişir. Bu belə yazdıq. İndi nə edirəm? Mənfi C. Bunları alt-alta düzürəm. Daha yaxşı başa düşəsiz deyə. B kiçikdir mənfi 3-də 1-dən. Mənfi C kiçikdir mənfi 4-də 1-dən. Toplama işarəsi qoyuram, toplayıram. A üstə gəl B, üstə gəl mənfi C. Məlumumuz 3-ü də kiçikdir olduğuna görə kiçikdir 2-də 1, üstə gəl mənfi 3-də 1, üstə gəl mənfi 4-də 1. Belə, indi bu C idi. A üstə gəl B, çıx C kiçikdir. Ortaq məxrəc bunlara 12-dir. 12. Bu nəyə vurmalıyım? 6-ya, bu nəyə vurmalıyım? 4-ə, bu nəyə vurmalıyım? 3-ə. 6 çıxılsın 4, çıxılsın 3. 6-dan 4 çıxıram. Elə bil ki, eləyəcək 2. 2-dən də 3 çıxıram. Mənfi 1. Yəni A üstə gəl B, çıx C kiçikdir. 12-dən mənfi 1. Onda cavab nə olacaq? B bəndi olacaq. 17-ci testdə cavab B bəndidir. Amma bax, diqqət edin, A bəndi ilə B bəndi ilə baxın. A bəndinin böyükdür mənfi 12-də 1-dir. Yəni, misal işləyəndə hər zaman variantlara, oxşar variantlarla testləri qarışdırmayın. Cavab olur B bəndi. İndi keçək o birisi vərəqəyə. Baxaq. 17, 18-ci test. 18-ci testdə bənzəyir 17-ci testdə. Yenə A 18 qoyuq burada. A böyükdür 3-də 2-dən. Burada misalda nə veriblər bizə? B kiçikdir mənfi 2-də 1-dən. Mən bu başdan hər birini mənfiyə vuram. Artıq 17 izah eləmişdim. Burada promoya gedirəm. Mənfi B
böyükdür müsbət 2-də 1-dən. Sonra C böyükdür mənfi 5-də 4-dən. Bir də deyirəm, bu böyükdür, A böyükdür 3-də 2-dən, B kiçikdir mənfi 2-də 1-dən. Onu toplaya bilməzsiniz. Toplaya bilməzsiniz. Ya hamısı böyükdür olmalı, ya hamısı kiçikdir olmalı. Bura tənhilər sistemi işarəsini qoyub toplama qoyuram. A üstə gəlinsin mənfi B, üstə gəlinsin C, böyükdür 3-də 2, üstə gəl 2-də 1, çıxılsın 5-də 4. A çıxılsın B, üstə gəl C böyükdür. Yoruldum. Ortaq məxrəc nədir bunları? 15, yox 15 deyil, 30'dur. Bunu vururam 10'a, bunu vururam 15'e, bunu vururam 6'ya. 20 üstə gəlinsin 15, çıxılsın 24. A çıxılsın B, üstə gəl C böyükdür 30'dan. Deməli 20'nin üstə 15 gəlsəm 35, 35'dən də çıxıram 24'ü eləyəcək 11. Yəni belə. Ona görə də bizdən elə bunu istəyir. A çıx B, üstə gəl C-ni istəyir. Bu da böyükdür 30'da 11 olacaq. Cavab olacaq hansı variant? 18'də D variantı. Doğrudur. Gələk qəşəng suala. Əslində 17-18 də qəşəng sual sayılır. Yəni pis suallar deyirlər. 19 bundan öncəki topuda salınan yeni sualdır. Bundan öncəkində də var idi. Digərləri köhnə suallar idi. 19-cu testə baxaq. Ümumiyyətlə bu son testlər 19, 20, 21, 22, 23 bundan öncəki topluya salınan yeni suallar idi. 19-cu testdən başlayaq işləməyə. Diqqətlə baxın. Əslində 19-cu test 19-cu test çətin test deyil. İstiqamətin bu yan tərəfdir. Bu yandan yazım. 19'u köçürürəm. Eybəcər suala bənzəyir, amma rahat. Yəni görsəndiyi kimi deyil də, belə deyərdim sizə. B də kiçikdir 4-də 1, böyükdür 6-da 1-dən. İndi mən nəyə tapmalıyam? Baxın, mən bunu tapmalıyam 18'də. Bax, misal ümumiyyətlə moduldan çıxardandan sonra, misal sadələşdirin. Bu misal sadələşdirmək üçün bunu moduldan çıxartmalısınız. Moduldan çıxardığını bilməsən ki, B-də A çıx 7 müsbət ədəd alınır, yoxsa mənfi ədəd alınır. B-də A çıx 7 müsbət ədəd alınarsa moduldan özü çıxır, mənfi alırsa yerini dəyişdirib, yəni mənfi 1'ə vurub çıxardıram. Onun üçün mən bilməliyəm ki, B bölünsün A nəyi alır? Ne yazıram? B bölünsün A yox. B'də A daha doğrusu. İndi mən nəyə tapasıyam? B'də A'nı. Yəni mən tapasıyam B'də A'nı. Burada 6'da 1, 4'də 1 var deyib. Olmasa bunu baxın çarpaz vura da bilərsiniz. Bayaq dedim, bölmədə çarpaz bölə bilərik. İndi bu səfər çarpaz bölməni bayaq izah elədim. Bir dənə məsəl üçün belə bir şey işləyə bilərsiniz. Bunu belə də yaza bilərsiniz. Necə idi sual? 2. Bunu belə yazım. Mən nəyə tapmalıyam? B'də A tapas deyiləm. Mən bunu belə yaza bilərəm. A vurulsun, 1 bölünsün, B kimi yaza bilərəm. Yəni A vurulsun, 1 bölü B kimi yaza bilərəm. İndi mən A'nı bilirəm. Mən nəyi bilirəm? A'nı bilirəm. 1 bölü B'ni tapmaq qalır. Bax, nəzərinizdə olsun. Bundan tez-tez istifadə edəcəyimiz bir qaydadır biləndən sonra. Bax, əgər B 6'da 1 ilə 4'də 1 arasında yerləşirsə, 1 bölünsün B necə olacaq? Bunu 1 bölünsün elə demək ki, bu 1'də B deməkdir da. Tərsinə çevirdiyim zaman işarə əksinə dəyişəcək. 6 böyükdür 1 bölünsün B, o da böyükdür 4'dən. Fikir verirsin, məxrəcləri surətə yazdım, surətləri məxrəcə yazdım. Və bu zaman bərabərsi işarəsi dəyişir. Amma demişim, 2 qat bərabərsi azalan sıra ilə yazılmalı. Kiçikdən böyüyə doğru. Yəni, bu basıldı, silgi basıldı. 6 böyükdür 1 bölünsün B. Xəttimdə silindi. Azalandan 4 kiçikdir 1 bölünsün B, o da kiçikdir 6'dan.
Vəssalam. Bizə lazım olan nə idi? 1 bölünsün B-ni tapmaq, A-nı da vermişdilər. Belə. İndi biz nə etməliyik? Baxın, biz nə etməliyik? Biz A bölünsün B-ni tapmalıyıq. Onu da yerinə mən nə yaza bilərəm? A vurulsun 1 bölünsün A. 1 bölünsün B. Tapmalıyım. Onu mən A vurulsun 1 bölünsün B-ni tapanda çarpaz yazırım. A budur. Yaşıl dairələmişəm. 1 bölünsün də B budur. Bunu da yaşıl dairələmişəm. 3'ü vuram nəyə? 6'ya. 3 vur 6. Böyükdür. Bu yana 2'yi nəyə vuram? 4'e. 2 vurulsun 4. Yəni bu olur B'də A. Kiçikdir 18'dən. O da böyükdür 8'dən. Deməli, B'də A 8-18 aralığında yerləşir. 8-18 aralığına hər hansı bir ədədi götürə bilərsiniz. Məsələn, mən 10 götürdüm. Deməli, buna təxmin nə qəbul edirəm? 10 qəbul edirəm. İndi bizdən nə istəyirdi? Modulunu istəyirdi də. İri yazmışam, maşallah. Yer qalmayıb. Bu yan tərəfdən yazacağım. Yazım böyüdəcəm lütfən, yaxşı görəsiniz. B'də A çıx 7. Bağla modul. Üstə gəl. 5'də B'də A. Bağla. Sonra mən indi bunu hesablamaya çalışıram. Bərabərdə qoyuram. Bərabərdə qoyuram. Baxın uşaqlar. B'də A təxmini 8-18 aralığına istədiyim bir ədədi seçə bilərəm. Mən B'də A-nı qəbul edirəm 10. Nə qəbul edim? 10 qəbul edim. Bax, 10'dan 7 çıxsa müsbət ədəd alınır. Yəni xəyalımda B'də A-yı 10 verirəm. 10'dan 7 çıxanda müsbət ədəd alınır deyib modulu atanda olduğu kimi atılır. Yəni B'də A çıx 7. Üstə gəl. B'də A nə deməkdir? 10 deməkdir da. 5'dən 10'u çıxanda mənfi ədəd alınır deyib bunu modulu çıxardanda əksi çıxır. Ona görə yəni yerlərini dəyişdirirəm. B'də A çıx 5 yazıram. Bərabərdir. B'də A-nın üstə B'də A-nı gəlsəm bizə nəyi verəcək? 2A bölünsün B minus 7 1'də 5 12'ni verəcək. Aha, baxaq. Deməli nə aldıq? 2A bölünsün B minus 12. Cavab olacaq nə? 19'un dizi B variantı. Maraqlı test idi. İndi keçək 20-ci sualı. 20-ci sualda necə eləməliyik? K'nın hansı ən böyük tam qiymətində aralıqlarının kəsişməsinə daxil olan tam ədədlərin sayı 4 olar. Bir də deyirəm, məsələn 20-ci sualı YouTube izahı olmadan da işləyə bilərsiniz. Ümumiyyətlə, bərabərsizlər bölməsi zəifdirsə, yeni çıxan 950 topunu məsləhət görürəm. Birinci 950 topudan bərabərsizləri işləyin, sonra keçin bunu. Əlbəttə 11-ci sinifsiz elə bir vaxtınız az olacaq, elə bir vaxtınız. Amma ümumiyyətlə 10-cu siniflər xüsusilə də əgər bərabərsizlikləri zəif olan uşaqlardan söhbət gedirsə, birinci sadəni öyrən, sadədən mürəkkəbə doğru gedin, daha rahat olacaq sizə. Bax, 20-ci sualda diqqətlə baxaq. Çətin sual deyil, rahat sualdır. Amma diqqətiniz məndə olmalıdır ki, rahat başa düşəsiniz. Üstə gəlsin 24 və nə deyir? 4 müsbət sonsuzluq. Deyir ki, aralıqlarının kəsişməsinə daxil olan tam ədədlərin sayı nədir? 4'dür. Ədəd oxunu çəkirəm. Məntiqlə düşürəm. Bu mənfi, birinci hardan gəlir? Mənfi sonsuzluqdan gəlir. Bu mənfi sonsuzluqdan, indi bu neçə olduğunu bilmirəm. Təxmin edirəm ki, məsələn, buralarda bir yerlərdə bir ədəddir. Sual işarəsi. Bu 4 müsbət sonsuzluqdur. Kəsişməsi dediyinə görə, yəni bunlar kəsişirlər də. Kəsişirlərsə, hardasa 4 bu yan tərəfdə yerləşməlidir. 4. İndi o mənfi sonsuzluq bu sual işarəsinə bir dənə yaşıl xətlə xətləyim. Bölümünə xətlədim. Digərini qırmızı ilə xətləyim. Burada 4 müsbət sonsuzluqdur. Həmişə
Bura müsbət sonsuzluq qeyd elədim. Bunu da belə xəttəsəm, xəttədir. Baxın, kəsişməsi yaşılla qırmızının üstə düşdüyü yerdir. Kəsişməsində neçə element var? 4 element var. Görürsünüzmü? Mörtəzələr adi mörtəzədir. Yəni, adi mörtəzədir, qapalı mörtəzə deyil. 4 ədəd varsa, burada təxmin nə olacaq onda? 5, 6, 7, 8. 4 ədəd oldu. Artıq bura nə yazmalıyam? 9 yazmalıyam. Əgər məsələn buradakı mörtəzə qapalı mörtəzə olsaydı, elə 8-də dayanasaydım. Amma mörtəzə qapalı mörtəzə olmadığına görə, bunu düzəldim. Möhtəşəm düzəltdim. Qapalı mörtəzə olmadığına görə mən bura 9-u yazmalıyam. Deməli, onda baxı bunun yerinə sual işarəsi qoymuşdum. Deməli, bura nəyə bərabərdir? 9-a. K kvadrat çıxılsın 8K üstə gəl 24 bərabərdir 9-a. K kvadrat çıx 8K üstə gəlsin 15 bərabərdir 0. Bir yerlə işləyə bilərsiniz. Vuranda 15, toplayanda 8, 3, 5'dir. K1 bərabərdir 3, K2 bərabərdir 5. İkisi də ödəyir. Görün bizə şərtdə nə deyir? Deyir ki, K'nın hansı ən böyük qiymətində? Ən böyük dediyinə görə 5'i götürürəm. Bu da 20-ci test idi. İndi baxaq 21-ci sualda. 21-ci sualda lap primitivdir. Niyə görə? İfadəsi ən kiçik tam qiymətini tapın deyir. Əslində bənzər 17, 18. Baxın, bu tip suallardandır. Onlardandır. Deməli, M-i bilirəm, N-i bilirəm, K-nı bilirəm. 3M üstə gəl 5N çıxılsın 2K-nı tapın deyir. Burasını hətta burada sığışdıra bilərək, prosta buradan qeyd edəcəm. Birinci köçürüm 21'i. M böyükdür 3'dən. Yan-yana köçürəcəm. N böyükdür 5'dən. Sonra K kiçikdir 11'dən. Yəni, köçürdüm hamısını. Mən nəyə tapasıyam? 3M üstə gəl 5N çıx 2K. Deməli, bu 3M olmaq üçün hər birini 3'ə vurmalıyım. Bunda, bunda. 3M böyükdür 9'dan. 5N olmaq üçün hər birini 5'ə vurmalıyım. 5N böyükdür 25'dən. Amma bu, baxın, burada mənfi 2K heç fikir verməyin. Amma nəyə görə fikir verməyin? Zaten misal özü ona gətirəcək səni. Bu da böyükdür, bu da böyükdür. Bu kiçikdir. Mən bunda hesab əməli eləyə bilmərəm. Demək, bunu da böyük eləməliyəm. Ona görə hər tərəfi mənfi 2'yə vururam. Mənfi 2K, mənfiyə vurduğuma görə işarə əksinə dəyişir. Mənfi 22'dən. Bunlar nə edirəm? Bayaqki kimi altta da toplayacağım. Yəni 3M böyükdür 9'dan, 5N böyükdür 25'dən, mənfi 2K böyükdür mənfi 22'dən. Toplama işarəsi qoyuram. İşim hazırdır. 3M üstə gəl 5N çıx 2K böyükdür. 9'un üstə 25 gəlirəm 34. 34'dən də çıxıram 22'ni 12. Bax, bizə 12'ni tapdıq. Görüm sualda bizə nə deyir? Bizə deyir ki, ifadəsi ən kiçik qiymətini tapın. 12'dən böyük sonsuz sayda ədəd var. 13, 14, 15. Əlbəttə bizdən ən böyüyünü istəyə bilməz, çünki sonsuzdur. Ən kiçiyini istəyəcək, o da 13'dür. 22 də eynisidir. 22 də eynisi olacaq. Artıq 22'ni işlədiyim zaman qısaldacağım. Aha, baxaq. Tez. Bir saniye. Bunu da silim. 22. M böyükdür 3'dən. N kiçikdir 5'dən. K böyükdür 11'dən. 4M tapmalıyam. 4M çıx 5N üstə gəl 3K. 4M olmaq üçün bunları 4'ə vurmalıyam. Yəni 4M böyükdür 12'dən. Ümumiyyətlə mənfi 5N'də bunu mənfiyə vururam.
mənfi 5n işarə əksinə dəyişir, böyükdür, mənfi 25. 3k'dır, 3'ə vururam. 3k böyükdür 33'dən. Sistem işarəsi qoyub toplama yazıram. Toplaması olur 4m çıx 5n üstə gəl 3k böyükdür. 12 çıx 25 üstə gəl 33. Bu da sənə verir 45, 45'dən də 20, 12 üstə 33 gəlsəm 45, 45'dən də 25 çıxsam eləyəcək 20. Yenə 20'dən böyük sonsuz sayda ədəd var. Yəqin ki bizdən ən kiçiyini istəyəcək. 21 olacaq. Sonuncu sual 23'dür. 23'də testin üzərində izah edəcəm. Baxın, bizə deyir ki, n böyük bərabərdir 3'dən. Yəni, burada 2 qat bərabərsizlikdir da. Çünki 3'ə bərabər, bir də 3'dən böyük qiymətlər alır. 3'ə bərabər 3'dən böyük qiymət alır. Yəni, 3 və ondan böyük qiymət. 3, 4, 5 belə gedir. 2'nin üstə gəl m bərabərdir 15 olarsa, m'in mümkün olan ən böyük qiymətini. Uşaqlar, hər zaman yadınızda saxlayın. M'nın ən böyük olmağını istəyirəmsə, n ən kiçik olmalıdır. Ən kiçik olmalıdır. Yəni, m ən böyük olmağını istəyirlərsə bizdən n ən kiçik olmalıdır. N böyük bərabərdir 3'dən. Yəni, n nə alır? 3, 4, 5. İçində ən kiçiyi nədir? 3. N-nın yerini 3 qoyanda, n-nın ala biləcəyi ən kiçik qiyməti qoyanda. M ən böyük qiymətini alacaq. Yəni, 2 vurulsun 3, üstə gəl m bərabərdir 15'ə. 6 eləyir. M də bərabərdir 15'dən 6 çıxsam 9. Deməli, m-nın, yəni m-in, o qədər dəstə m demişəm ki, yəni m-in, uşaqlar m-nin eni qarışdırırlar deyə, m-in ala biləcəyi ən böyük qiymət nədir? 9. Məsələn, birinci bölmə yekunlaşdı.